Hər birinizi xoş gördük. Mən əlbəttə ki, Mədəniyyət və Sənətkarlığı üzrə Bakı Dövlət Təhsil Peşə Məktəbinin rəhbərliyinə, şəxsən Fərdiz müəllimə təşəkkür edirəm. Bizə bu şərait yaratdı. Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəkinin dəstəyi ilə biz Mədəniyyətin və Milli Ənənələri Təbliğ İctimai Birliyi Göyçə Aşıq Sənəti Ənənələri adlı layihə həyata keçirib və bu layihə çərçivəsində video şart hazırlanıb. Bu video şartın təqdimatı həyata keçirilir burada. Amma hər şeydən əvvəl mən onu demək istəyirəm ki, 3 gün bundan əvvəl Azərbaycan böyük zəfəri qeyd etdi, 8 noyabr və o zəfər bizim illərin qanı, canın bahasına başa gəldi. Əlbəttə ki, bizim şəhidlərimizin, bizim qazilərimizin və sağ qalan cəngavərlərimizin hesabına başa gəldi. Mən istərdim ki, biz həm şəhidlərimizi bir də gəlir şükürlə yad edək, həm də ehtiram alırıq. Çox sağ olun. Sənədli film deyil, bu bir yaddaş səyahətidir. Bizim qədim tarixi torpaqlarımıza yaddaş səyahətidir. Bu sazın, sözün və ruhun birləşdiyi bir yoldur. Nəyə görə biz bu mövzuya müraciət etdik? Çünki hər şey insanın ümumiyyətlə bütün varlığı, onun mahiyyəti, onun dəyəri, hər şey mədəniyyətdən başlayır. İnsan, yəni bütün nə alırıqsa biz hər şey mədəniyyətdən alırıq və bizim əsasımızda dayanan mədəniyyəti. Hər şey gələr, gedər, itər, yenidən yaranar, amma bu mədəniyyət elə bir şeydir ki, bu həmişə var, həmişə axarlıdır. Biz onun keçmişi haqqında danışa bilərik, biz onun günü gələcəyi haqqında danışa bilərik, amma bu bir xətdir və bu xət heç vaxt itmir. Və biz Göyçə Aşıq Sənəti ənənələrinə müraciət etməyimizin səbəbi oldu ki, Göyçə təbii ki, bizim bütöv Azərbaycanın, Qərbi Azərbaycan deyək, Qərbi Azərbaycanın bir parçasıdır və biz məhz o hissəyə aid olan aşıq sənəti ənənələrindən danışılır. Nəyə görə? Çünki Göyçə Aşıq Sənəti bu ən qədim və ümumiyyətlə aşıq sənətinin, bizim milli aşıq sənətinin əsas bucaqlarından biri sayılır. Bu səbəbdən də biz Göyçə Aşıq sənətinə müraciət etdik. Bunu tanıtmaq istədik. Ermənilər bir çox Azərbaycanlılara qarşı bir çox soyqırımı həyata keçiriblər, deportasiya ediblər, Azərbaycanlıları bizim qədim torpaqlardan qovublar, qovarkən başlarına 100 müsibət, 1000 müsibət oyunlar açırlar. Amma nə edirlərsə etsinlər, o mədəniyyəti, o mədəni dəyərləri o torpaqlardan çıxara bilməyiblər. Onlar həmişə orada qalır və bu onların əsas baş ağrılarından biridir və bəlkə də birincisidir. Göyçə aşıq mühiti Azərbaycan aşıq sənətinin ən güclü, ən dərin köklərindən biridir. Bu mühit 100 illər boyu xalqımızın dərdini, sevincini
müdrikliyini sazın dili ilə söylüyor. Aşıq Ağadan başlayıb, Aşıq Ələsgər, Aşıq Hüseyin, Aşıq Mirzəyə qədər uzanan bir zəncirdir, bir yoldur Göyçə aşıq sənəti. Və mən sizin başınızı çox ağrıtmaq istəyirəm, bu qısa bizim uşaqda baxasınız. Göyçə aşıq sənəti nədən ibarətdir? Orada danışanlardan biri Aşıq Ələsgərin nəticəsidir. Xətai müəllim, onunla da tanış olacaqsınız. Baxın, görün, bu ruhu hiss edin, bu sazı hiss edin və bundan sonra öz fikirlərinizi bölüşərik. Buyurun. Göyçə mühiti çox belə zəngin bir mühiti var idi. Hər tərəfdən sıra dağlar idi. Göyçə gölünün ətrafındaydı bu dağlar və Göyçə gölünün ətrafında da bütün kəndlər idi. Vaxtilə dəniz səviyyəsində 2000 metrə yüksəklikdə yerləşirdi. Vaxtilə o ərazidə demək olar ki, hamısı türklər yaşayıblar. Bir növ Göyçə mahalı, aşıq sənəti orada çox böyük inkişaf edibdi. Yəni, bugünkü gündə Göyçə deyəndə ilk növbədə aşıqlar yada düşür və xüsusilə Dədə Ələsgər yada düşür. Çox hüsünkar gözəlliyi var idi. Demək olar ki, 6 ay yaz ayları olardı, güllü çiçəkli. 6 aydan sonra soyuqlar düşərdi, sərt qışı olardı. Yaz gələndə gül çiçək o qədər gözəl açardı ki, arıların işləməsi böyük bir musiqi sanki dinləyirsən, bax o dərəcədə. Aşıq sənəti üçün mütləq doğulmaq lazımdır. Yəni, öyrənməklə aşıq olmaq olmaz. Öyrənməklə sən yalnız biliyini zənginləşdirə bilərsən. Amma aşıq olmaq üçün mütləq aşıq doğulmaq lazımdır. Tovuzdan, Qazaxdan, Gəncədən, Kəlbəcərdən, Göyçədən şair də olmur, aşıq olur. Birbaşa aşıq doğulur bu insanlar. Bu sənət üçün də mütləq aşıq doğulmalısan. Ona görə də mütləq bu sənət üçün o bölgə çox böyük əhəmiyyət kəsb edir. Dədə Ələsgəri də Ələsgər eləyən Göyçə mahalı olubdur. O mahalın demək olar ki, hamısı, söhbət ondan getmir ki, bunlar hamısı aşıq olmalıdır. Aşıq qədər o sənəti bilirdilər. Göyçə mühiti aşıqları yetişdirdi. Məsələn, Aşıq Ələsgər kimi belə dahi bir sənətkarı Göyçə mühiti idi ki, yetişdirdi. Göyçədə ümumiyyətlə Göyçədə el şairləri olub ki, halbuki bunların da bilavasitə çox əksəriyyəti istəyib ki, məclislərdə bunların sözləri oxunsun. Bir növ biri-birindən həmişə konkurensiya olubdur da. Bu baxımdan çox dəyərli şairlərimiz burada yetişiblər. Xüsusilə aşıqlıq sənəti də bayaq dediyim kimi ən çox deyərdim ki, Göyçə mühitində aşıq sənəti yetişib. Çünki aşıqlarımız da belə idi ki, hər belə deyim də əlinə saz alan aşıq ola bilməzdi. Orada sanki bütün insanlar bu sənəti dərindən bilirdi. O da məclisə hər adam aşıq kimi gəlib məclisi idarə edə bilməzdi. Çünki tamaşaçılar daha çox bilirdi. Odur ki, aşıq olan mütləq ustad yanında püxtələşməli idi. Məsələn, Aşıq Ələsgərin özünün şəriətlərinin bir eləsi var ki, 8 il, 10 il ona qulluq edən şəriətlər olubdur. Budur ki, məsələn, onlar heç vaxt məğlub olmurlar. Həmişə bütün məclislərdə sözlərini deyə biliblər.
Allah ustadlarımıza rəhmət eləsin. Dədə Ələsgərə də başda olmaqla, Dədə Əliyə, Xəstə Qasıma, Aşıq Abbas Tufarqanlıya, Qurbani, Dədə Qurbanidən bu sənət gəlir. Və nəhayət Aşıq Ədalət. Bu sənəti, əzizlərim, ancaq ruh adamları ifa eləyə bilər. Başqa cür bu sənəti ifa eləmək mümkün deyil. İstər ifaçı aşıqlar olsun, oxuyan vaxtdır. O səsin işləməyi də yenə də ruha bağlıdır. Sən ruhda deyilsənsə də, heç cürə sən onu istədiyin kimi ifa eləyə bilməzsən. Mütləq aşıq ruhda olmalıdır, təbdə olmalıdır. Aşıq sənəti bu qədər böyük bir sənətdir. Göyçə, məsələn, aşıq məktəbi belə olub ki, orada çox ustad, böyük ustadlar yetişdirildiyinə görə, orada məhz ən çox ədəb-ərkana, daha çox biliyə, daha çox, məsələn, belə deyim, o dövrdə dəyişmələr olub, bir-birini bağlamalar olubdur. Məsələn, hansı aşığın, məsələn, bir-birinə, məsələn, bağlama yazıbdır, onu hansı aşıq aça bilib, aça bilməyib. Hətta o dövrdə nəyə görə, məsələn, tutaq ki, Aşıq Ələsgər bu cür, belə deyim də, bugünkü günümüzdə ən zirvəyə qalxdı. Məsələn, Xəstə Qasım, məsələn, açılmayan bağlamalarını, məsələn, Aşıq Ələsgər açıb. Bunu da ki, təbii ki, o dövrdə, məsələn, aşıqlar yetişəndə əsasən deyirdilər, görəsən, hansı aşıq daha güclü olar, məsələn, el arasında söhbətlər gəzərdi. Və müəyyən məsələlərdə tutaq ki, aşıqlara suallar verilərdi. Hansı aşıq, məsələn, onu açardısa, el içində nüfuza malik olardı. Məhz bu baxımdan o aşıq sənəti Göyçədə xüsusilə aşıq kimi formalaşıbdır. Sırf aşığı orada, o dövrdə tutaq ki, məsələn, Aşıq Ələsgərə bəzən görsən, haqq aşığı deyirlər. Məsələn, bu haqq aşığı ancaq, belə deyim də, onun alğışı olardı, tutaq ki, qarğışı olardı Dədə Qorqud kimi. Və özünü aparmağı bacarırdılar. Məsələn, Ələsgərin şeirində də var da, aşıqlığın düsturunu deyibdir. Aşıq necə olmalıdır? Yəni, bu həqiqətən elədir ki, məsələn, aşıq oturuşunu, duruşunu elə olmalıdır ki, az danışmağı, xalqa düzgün, doğru söyləməsi, bunun hamısı aşıqda cəmləşməlidir. Aşıqlar da haqqın carcısı olublar və düzgün, doğru yol həmişə göstəriblər. Birbaşa ün məsələsidir. İlahidən gələn ün, səs. Sən öz ruhunu o səsə, o ünə təslim eləməlisən ifa zamanı. Ruhanini ifa eləyəndə, dilqəmini ifa eləyəndə. Bir də ki, hər havanın öz, belə deyək də, ruh məqamı var. Sən yanıq kərəmini ifa eləyəndə mütləq o ruhda qəmlənməlisən. Sazın dinləyiciyə onun necə bir təbdə olduğunu göstərməlisən, necə bir ruhda olduğunu göstərməlisən. Bir ifada ki, yanıq kərəmini, sən kərəmin yandığını dərk eləməsən, onu ifa eləyə bilməzsən. İfa zamanı sən kərəm kimi yanmasan, onu ifa eləyə bilməzsən. Göyçədə çünki ən belə dəyər verilən aşıq olardı. Ən hörmətçil adamlar aşıqlar idi. Çünki müəllimlər, təbii ki, müəllimlərə hamı hörmət qoyardı. Müəllim olan yerdə, tutaq ki, biz dayanmazdıq. Haradakı müəllim dayanıb onun yanından elə keçərdi ki, bizi görməsin. Yəni, o dəyərlər var idi. Amma aşıqlar xüsusilə bir ozanlıq sənətini daşıyırdı. Oradan hamı onlara hörmətlə yanaşardılar. Məsələn, hansısa bir aşıq gələndə hamısı ayağa qalxardı ki,
falan aşıq gəlibdi məclisə. Bir də ki, məclisdə hamı onu dinləyərdi. Yəni, bir kəlmə məsələn, heç kəsin ağzından başqa söz çıxmazdı, hamı qulaq asardı. Bu da təbii ki, aşığın, belə deyim də, necə qüdrətə sahib olmağını göstərirdi ki, hansı səviyyədədir bu aşıq. Bu mənada aşıqlıq orada sanki ən yüksək səviyyədə baxılırdı. Təbii ki, onda da məsələn aşıq inkişaf edəcəkdi. Aşıq el ağsaqqalı idi, el atası idi, aşıq bir ozan idi. Yəni o iki məsələn qanı belə deyim də, qanlıq söhbəti kəsərdi. Məsələn onun sözü söz olardı. Əysi adam qarışdırar aranı, bayquşda adəti sever veranı, kola bənzətməklə karvan qıranı, oddarsan köz olmaz, külə qarışar. Aşıq Alı, Aşıq Ələsgər, Ağ Aşıq, bunların tarixini bilməyən bir cəmiyyətə sən bu sazı sevdirə bilməzsən. Mütləqdir ki, həm də ki, xalqımız da bu sahədə çoxlu oxumalıdır, savadlanmalıdır. Xüsusən də gənclərimiz, bizim işimiz uşaqları ibtidai öyrətməkdir. Yəni, birinci sinifdən əlindən təzə saz öyrədib onlara bu sənəti aşılamaqdır. Göyçə aşıq sənəti həqiqətən də belə dediyim kimi sanki elə aşıq sənətin elə beşiyidir, belə deyim də. Çünki orada hər ailədə demək olar ki, saz var idi. Hər ailədə saz var idi. Sonra böyük maraq var idi. Tutaq ki, saza böyük maraq var idi, aşığa böyük maraq var idi. Bu da təbii ki, yetişməli idi. Bir də mühit yetişdirirdi. Və dediyim kimi, tutaq ki, qış vaxtı heç bir adam, heç bir iş olmazdı. Bir aşıq tanışardı, söhbət eləyərdi. Və ailədə, məsələn, belə söhbətlər gedərdi. Maraqlı suallar saxlayardılar ki, falan aşıq gələndə ondan soruşaq. Buna görə də maraq olduğuna görə bu sənət inkişaf edirdi. O Göyçə aşıqları bütün Azərbaycanımızın hər yerinə gəlirdilər. Məsələn, yay vaxtı olsun, tutaq ki, toylara gəlirdi Aşıq Ələsgərin özü bütün, demək olar ki, Türk dünyasının hər yerinə gedib. Aşıq kimi gedibdir. Özündən var şəhərləri gedib. Və təbii ki, həmin yerdə də aşıqlarla bunlar qabaqlaşıblar. Məsələn, bir çox xatirələr var. Aşıq Ələsgər tutaq ki, yeni şeir növü yaradıb. Dodaq dəyməz, dil dönməz şeir növü yaradıbdır. Gəldi yaz ayları həsrət çəkər xak. Deyər Neysan gələ, yağa, yağa. Lənət şeytana de, şər işdən əl çək. Şeytan səni salar ayağa. Səyyət dəryalarda alar, cəngələ. Həsrət çəkər, çiskin gələ, cəngələ. Əzrail sinəni çəkər cəngələ. Qəssal qəss eləyər, ay, ağa. Keçən gəncər, gəl erkəkli gərdişi. Dəllək çağır, çəkdirəcən gərdişi. Qəzanın qədəri, çarxın gərdişi. Sərsəri tez salar ayağa. Deyər Ələsgər, yaxşı deyil, aya nə? Gizlin sirrin naxaq saldın ayağına. Çırağın ki ilahidən hayana, ehtiyacı nədir yağa. Yəni bu dodaq dəyməzdir, təznisdir. Və burada bütün bəndlərə baxırsan ki, hamısı ibrətamizdir. Yəni gərək insan, əgər deyək, sənin çırağın ilahidən ki yanırsa, sənin o çırıya ehtiyacın yoxdur, işığa, yəni Allahdan gəlməlidir o işıq. Ümumiyyətlə, bugünkü günümüzdə Göyçə aşıq məktəbi demək olar ki, o səviyyədə deyil. Yəni, tamamilə Göyçə dağılandan sonra hərə bir tərəfə düşdü. Çünki birinci ev qayğıları gündəlik dolanışacaq, məcbur elədik insanlar hərə bir səmtdə bir qismət çörəyini çıxartsın. Bu baxımdan Göyçə aşıq məktəbi sanki zincir sındı da.
Amma yenə də bu aşıq sənətinə məşğul olanlar var. Mən inanıram ki, bayaq dediyim kimi Ələsgər yenə tək o torpaq yetişdirdi. İnanıram ki, o Göyçə mühiti yenidən Ələsgərlər yetişdirəcəkdir. Çünki mühit çox şey deməkdir. İnsan ora düşəndə istər-istəməz mühitdə formalaşır. Mən inanıram ki, əgər o torpaqlara yenidən qayıtsaq, mütləq təzədən o zəncir bərpa olacaqdır. Biz bu illəri Xətai müəllimlə qərara aldıq ki, Dədə Ələsgər Ocağı İctimai Birliyinin nəzdində Ozan məktəbini yaradaq. Və bu gözəl təşəbbüsümüz də alındı. Artıq ondan çox şagirdimiz var. Bir neçə qrupla biz dərs keçirik. Şagirdlərimizin də Azərbaycanın istənilən bölgəsindən sazı sevən şagirdlərimiz təşrif buyururlar. Bu sənəti öyrənməyə çalışırlar. Hal-hazırda biz bir ildir fəaliyyət göstəririk. Bu bir ildə də ondan çox şagirdimiz var. İfalarını da dinlədiniz. Ümid edirəm ki, bir il ərzində uşaqların müəyyən qədər ifa eləməsi qənaətbəxşdir. Bir gün eşidəcəyik ki, artıq ora köç başlanılır. Mən ona çox inanıram. Mənim orada otağımda da var, kəndimizin şəklini asmışam divardan. Hər gün ona baxıram və fikirləşirəm ki, görəsən o gün gəlsin, gedim. İlk növbədə Dədə Ələsgərin o qəbrini gedim ziyarət edeyim. Düzdür, qəbir üstü daşı sındırıblar, amma qəbrin yeri durur. Bugün Qərbi Azərbaycanlıların görkəmli nümayəndəsinin, abidəsinin ucaldılması təbii olaraq ilk növbədə Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq eyni zamanda bu abidə bütün Qərbi Azərbaycanlıları yenə də bir amal uğrunda və bütün Azərbaycan xalqını birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız, gün gələcək. Biz Aşıq Ələsgərin dağıdılmış, ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcək və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcək. Elədir ki, hər belə mənzilsə, hər adam aşıq kimi eləşməlidir. Məsələn, Aşıq Ələsgər budur ki, Abbas Tufarqanlıya, Qurbani ruh adamları ifa edə bilir. Oxuyan vaxtı. O səs onun istədiyi kimi ifa edə bilir. Sənəti bu qədər xəstə qalsın, məsələn, açılmayan bağlamalarından, məsələn, Aşıq Ələsgər açılır. Buradakı təbii ki, o dövrdə, məsələn, aşıqlar yetişəndə əsasən deyirlər, görəsən, hansı aşıq daha güclü olar, məsələn, il arasında söhbətlər gəzərdi. Və müəyyən məsələlərdə tutaq ki, aşıqlara suallar verirlərdi. Hansı aşıq, məsələn, onu açardısa, o ev içində nüfuza malik olardı. Məhz bu baxımdan o aşıq sənəti Göyçədə xüsusilə aşıq kimi formalaşırdı. Sırf aşığı orada, o dövrdə tutaq ki, məsələn, Aşıq Ələsgərə bəzən görsən, haqq aşığı deyirlər. Məsələn, bu haqq aşığı ancaq, belə deyirlər, onun alışı olardı, tutaq ki, qarışı olardı, Dədə Qorqud kimi. Və özünü aparmağı bacarırdılar. Məsələn, Ələsgərin şeirində də var da, aşıqlığın düsturunu deyirdi. Aşıq necə olmalıdır? Yəni, bu həqiqət edilir ki, məsələn, aşıq oturuşunu, duruşunu olmalıdır ki, az danışmağı, xalqa düzgün doğru söyləməsi, bunun hamısı aşıqda gəlməşməlidir. Aşıqlar da haqqın carıcısı oldular və
düzgün, doğru yol həmişə göstərir. Birbaşa ün məsələsidir. İlahidən gələn ün, səs. Sən öz ruhunu o səsə, o ünə təslim eləməlisən ifa zamanı. Ruhanilik ifa eləyəndə, bilgəmlik ifa eləyəndə. Bir də ki, hər havanın öz, belə deyək də, ruh məqamı var. Sən yanıq kələmini ifa eləyəndə mütləq o ruhda qəmlənməlisən. Sazın dinləyiciyə onun necə bir təbdə olduğunu göstərməlisən, necə bir ruhda olduğunu göstərməlisən. Bir ifada ki, yanıq kələmini sən kələmin yandığını dərk eləməsən, onu ifa edə bilməzsən. İfa zamanı sən kələm kimi yanmasan, onu ifa edə bilməzsən. Göyçədə çünki ən belə dəyər verilən aşıqlardır. Ən hörmətçi adamlar aşıqlar idi. Çünki müəllimlər, təbii ki, müəllimlərə hamı hörmət qoyardı. Müəllim olan yerdə, tutaq ki, biz dayanmazdıq. Qaradakı müəllim dayanıb onun yanından elə keçərdik ki, bizi görməsin. Yəni, o dəyərlər var idi. Amma aşıqlar, xüsusilə ozanlıq sənətini daşıyırdı. Orada hamı onlara hörmətlə yanaşardılar. Sən hansısa bir aşıq gələn hamısı ayağa qalxardı ki, gəlib, buna aşıq gəlib məclisə. Bir dəki məclisdə hamı onu dinləyərdi. Yəni, bir kəlmə məsələn, heç kəsin ağzından başqa söz çıxmazdı, hamı qulaq asardı. Bu da təbii ki, aşığın, belə deyim də, necə qüdrətə sahib olmağını göstərir ki, hansı səviyyədədir bu aşıq. Bu mənada aşıqlıq orada sanki ən yüksək səviyyədə baxdırdı. Təbii ki, onda da məsələn, aşıq inkişaf edəcək. Aşıq el Asakqarın el atası idi, aşıq bir ozan idi. Yəni, o iki, məsələn, qanun beləliyində, qanun söhbəti kəsərdi, məsələn, onun söz olardı. Qarışdırar aranı, baykuşda adəti, sevər veranı, kola bənzətməklə karvan qırar, oddasən köz olmaz, külə qarışar. Aşıq alı, aşıq ələsgər, aşıq, bunların tarixini bilməyən bir cəmiyyətə sən bu sazı sevdirə bilməzsən. Mütləqdir ki, həm də ki, xalqımız da bu sahədə çoxlu oxumalıdır, savadlanmalıdır. Xüsusən də gənclərimiz, bizim işimiz uşaqları ibtidai öyrətməkdir. Yəni, birinci sinifdən əlindən təzə saz öyrədib onlara bu sənəti aşılamaqdır. Göyçə aşıq sənəti həqiqətən də, belə dediyim kimi, sanki elə aşıq sənətin elə beşiyi idi, belə deyim də. Çünki orada hər ailədə demək olar ki, saz var idi. Hər ailədə saz var idi. Sonra böyük maraq var idi. Sanki saza böyük maraq var idi, aşığa böyük maraq var idi. Bu da təbii ki, yetişməli idi. Bir də mühit yetişdirildi. Bəyət dediyim kimi, tutaq ki, qış vaxtı heç bir iş olmazdı. Bir aşıq tanışardı, söhbət edirdi və ailədə məsələn, belə söhbətlər gedərdi.
maraqlı suallar saxlayardılar ki, anlaşıq yerində ondan soruşar. Ona görə də maraq olduğuna görə bu sənət inkişaf edir. O Göyçə aşıqları bütün Azərbaycanımızın hər yerinə gəlirdilər. Məsələn, yay vaxtı olsun, tutaq ki, toylara gəlir, Aşıq Ələsgərin özü bütün, demək olar ki, Türk dünyasının hər yerinə gedib, aşıq kimi gelirdi. Özündən bağlı şəhərləri gedib. Ötəli ki, həmin yerdə də aşıqlarla onlar qabaqlaşıblar. Məsələn, bir çox xatirələr var. Aşıq Ələsgər tutaq ki, yeni şeir növü yaradır. Dodaq dəyməz, dil dönməz növü yaradırdı. Gəldi yaz ayları həsrət çəkər xak. Deyər Nisan gələ, yağa, yağa. Lənət şeytana deyir, şər işlənə çək. Şeytan sən salar, yağa. Səyyah dəryalarda alar, cəngələ. Həsrət çəkər, sinirlə, cəngələ. Əzrail sinəni çəkər cəngələ. Qəssab qəssirləyər, ağa. Keçən gecə, gəl erkəkli gəldişi. Dərvət çarı çək, qızın gəldişi. Qəzanın qədəri, çarxın gəldişi. Sərsəri tez salar ayağa. Deyir eləsə yaxşı deyil ayağına, gizli sirri nahar saldın ayağına, çırağın ki ilahidən ayağına, ehtiyacı nədir ayağa. Yəni bu dodaq dəyməzli təzmisdir. Və burada bütün bəndlərə baxsan ki, hamısı qıratamiz. Yəni gələk insan əgər deyirsən, çırağın ilahidən yansa, sənin o çırıya ehtiyacını yox işə, yəni Allahdan yanına o işə. Ümumiyyətlə, bugünkü günümüzdə Göyçə Aşıq məktəbi demək olar ki, o səviyyədə deyildi. Yəni, tamamilə Göyçə dağılandan sonra hər bir tərəfə düşdü. Çünki birinci ev qayğıları gündəlik dolanışacaq, məcbur elədik insanlar hər bir sənətdə bir qismə çörəyini çıxartsın. Bu baxımdan Göyçə Aşıq məktəbi sanki zincir sındı da. Amma yenə də bu aşıq sənətlə məşğul olanlar var. Mən inanıram ki, bayaq dediyim kimi Ələsgər yeni tək o torpaq yetişdirdi. İnanıram ki, Göyçə mühiti yenidən Ələsgərlər yetişdirəcəkdir. Çünki mühit çox şey deməkdir. İnsanlara düşəndə istər-istəməz mühitdə formalaşır. Mən inanıram ki, əgər o torpaqlara gelmək qayıtsaq, mütləq təzədən yola zirvə olacaqdır. Biz bu illəri Xətai müəllimlə qərara aldıq ki, Dədə Ələsgər Ocağı İctimai Birliyinin nəzdində Ozan məktəbini yaradaq. Və bu gözəl təşəbbüsümüz də alındı. Artıq ondan çox şagirdimiz var. Bir neçə qrupla biz dərs keçirik. Şagirdlərimizin də Azərbaycanın istənilən bölgəsindən sazı sevən şagirdlərimiz təşrif buyururlar. Bu sənəti öyrənməyə çalışırlar. Hal-hazırda biz bir ildir fəaliyyət göstəririk. Bu bir ildə də ondan çox şagirdimiz var. İfalarını da dinlədiniz. Ümid edirəm ki, bir il ərzində uşaqların müəyyən qədər ifa eləməsi qənaət bəxşdir. Bir gün işləyəcək ki, artıq oraya köz başlanır. Mən ona çox inanıram. Mən orada otağımda da var. Kəndimizin şəkilini asmışam divarda. Hər gün ona baxıram, fikirləşirəm ki, görəsəm o gün gəlsin, gelin. İlk növbədə Dədə Ələsgərin qəbrini yeri ziyarət edin. Düz qəbrin üstü taşı sındırıblar, amma qəbrin yeri durur. Bugün Qərbi Azərbaycanlıların görkəmli nümayəndəsinin, abidəsinin ucaldılması təbii olaraq ilk növbədə Aşıq Ələsgərin xatirəsinə Azərbaycan xalqının hörmətinin əlamətidir. Ancaq eyni zamanda bu abidə bütün Qərbi Azərbaycanlıları yenə də bir amal uğrunda və bütün Azərbaycan xalqını birləşməyə dəvət edən hadisədir. Biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız, gün gələcək. Biz Aşıq Ələsgərin
dağıdılmış, ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcək və Ağkilsə kəndində buna oxşar ərazi tikiləcək. Burada çarxda bir məqam mənim diqqətimi cəlb elədi. Biz bu çarx üzərində işləyərkən təbii ki də indi Qərbi Azərbaycan təəssüf ki bizdə deyil. O torpaqlar, indi o torpaqlarda ermənilər yaşayırlar, Göyədənli yaşayırlar. Nə vaxtsa qayıdacaq ümidli. Amma mənim diqqətimi cəlb edən biz nə idi? Mən ümumiyyətlə burada salonda bizim hörmətli Müşfiq müəllim əyləşir. Hörmətli Pərviz müəllim, buranın direktoru, təhsil müəssisəsinin direktoru, Zahir müəllim, Fahir müəllim. Biz onlarla, yəni mən o insanlarla işləmişəm, çox işləmişik. Biz hər dəfə vaxtı ilə işğal altında olan Qarabağ haqqında, Qarabağın hansı kəndi, Şuşa haqqında, Qaradağlı haqqında nəsə bir material, bir reportaj hazırlayanda biz həmişə müraciət edirdik ermənilərin çəkdiklərinə. Biz onların çəkdiyi kadrlardan istifadə edirdik. O kadrlara, nə bilim, oradan logonu yığışdırmaq üçün nəsə işlər görürdük belə. Amma o yaxşı bir söz var, niyyətlənərə mənzilidir oraya. Biz bunu o qədər çox istəyirdik ki, axırda belə alındı ki, günlərin birində indi artıq biz özümüz gedirik və orada çəkirik. Çünki o torpaqlar artıq azad olunur. Təbii ki, bizim qəhrəmanlardan biri burada əyləşib. Biz həmişə borcluyuq, ömür boyu borclu olacaq onların qarşısında. Amma yəni biz bunu artıq elədik. İndi mən baxıram, görürəm ki, biz montaj vaxtı o kadrlardan istifadə etməliydik. Göyçə göl ətrafında olan o kəndlərdən, kəndlərin görünüklərindən və s. istifadə etməliydik. Ona görə biz necə deyim, bilə-bilə ki, orada ermənilər yaşayırlar, biz o kadrları götürdük və o kadrlardan bulduk. Amma mən artıq bu belə nəfər deyim, sözlə deyil də, yəni bunu şəxsən öz təcrübəmdə bilirəm ki, əgər biz bundan istifadə ediriksə, deməli, nə vaxtsa elə bir gün gələcək. Ola bilər ki, mən burada dayanmayayım, burada başqa bir adam dayansın. Amma elə bir gün gələcək ki, mütləq biz artıq o torpaqlar haqqında, o torpaqlarda yaşayan bir xalq, bir millət, bir cəmiyyət, bir toplum olaraq danışacaq. Bizim burada sonunda bizim hörmətli Sədaqət xanıma əyləşib. Sədaqət xanım özü Qərbi Azərbaycandan, bəlkə də buradakı uşaqlar çox bilmirlər, amma Qərbi Azərbaycandandır. Mən istərdim Sədaqət xanım bir fikirlərini bölüşər, paylaşır. Çox sağ olun, təşəkkür edirəm. Əvvəla siz sağ olun, təşəkkür edirəm ki, bugün bizim məktəbimizə gəlmişsiniz. Bu milli mənəvi dəyərimiz olan bu sənəti bizə tanıtmışsınız. Aşıq sənəti dərin köklərə gedən bir sənətdir. Aşıq sənəti demək olar ki, bizim milli poeziyamızın üstünü təşkil edir. Çünki aşıq sənəti elə bir sənəti ki, onlara hətta uşaqlar, şairlərlə eyni bərabərdə də qoya bilməzdir. Çünki nəyə görə? Mən şairlərdən daha bir pillə üstün tutardım. Ona görə ki, aşıq elə bir şəxsdir ki, artıq o məclisi nəinki aparır. Həm şeir deməli, həm rəqs etməli, həm də ki, bədahədən aşıq şeirinə mənsub şeiri deməlidir. Aşıq şeirinin özəlləri bir də nədir? Aşıq şeiri əsrlərdən bura süzülüb gələn elə bir sənətdir ki, bu günümüzə kimi, bu dövrümüzə kimi artıq özünü göstərir. Mən bir Qərbi Azərbaycanlı kimi deyə bilərəm ki,
Qərbi Azərbaycanda aşıq sənətindən danışanda birinci növbədə Göyçə mahalı nəzərdə tutulur. Çünki Göyçə mahalı özü böyük aşıqlar yetişdirib. Bu aşıqlardan kimdir? Hüseyin Bozarqanlı adını çəkə bilərik. Aşıq Ələsgərin Aşıq aldan tutmuş da bu günə qədər hələ də burada. Düzdür, hələlik o torpaqlar bizdə deyil, amma mən bayaq etibarla bildiyi kimi vaxt gələcək biz o torpaqlara qayıdacağıq. Yenə də o aşıq sənətini orada demək olar ki, inkişaf elətdirəcəyik. Aşıq sənəti bir milli mənəvi dəyərlərimiz olaraq bugünkü gənclərə aşılamalı ki, onu inkişaf etdirək və yaşadaq. Ona görə ki, bizim milli sənət nümunələrimizi demək olar ki, ermənilər əksəriyyətini oğurlayıblar, demək olar ki, amma ki, aşıq sənətini oğurlamağı bacarmayıblar. Çünki aşıq sənəti elə bir sənəti ki, onu oğurlaya bilməzlər. Çünki hər bir aşıq milli ruhu olmalıdır onda. Milli ruhu olmadan onu çala bilməz, o sazı əlinə götürə bilməz. Çünki aşıq ozan deyəndə artıq hara gedir? Bizim klassik şifahi xalq ədəbiyyatımız olan Kitab Dədə Qorquda kimi gedib çıxır. Ona görə biz xoşbəxt bir xalqıq ki, biz belə bir sənəti biz yaşadırıq, hələ də bizim gənclərimiz onu sevirlər, yəni ifa edirlər. Mən bugünkü filmə görə sizə çox dərin təşəkkürümü bildirirəm. Çox sağ olun, doğrudan da milli üslubda yazılmış bir, çəkilmiş bir filmdir. Təşəkkür edirəm. Mən bir neçə məsələni burada vurgulamaq istəyirəm. Biz Göyçə aşıq mühiti haqqında danışırıq. Göyçə aşıq mühiti ümumiyyətlə mən istədiyimdə Sovet dövründə bir neçə sənətlər var idi ki, onlar çox ciddi senzura, hətta bir hallarda istədiyim ki, bəlkə də qadağaq altında yaşamaq məcburiyyətində idi. Bir növ belə dissident rolunda çıxış edildi və bunlardan biri də aşıqlar idi. Aşıqlar nəyə görə aşıqlar? Çünki aşıqlar həmişə xalqın sözünü deyən insanlar olurlar. Xalqın sözünü deyiblər, xalqın dərdini deyiblər, həqiqəti deyiblər, heç vaxt yanına qaçmayıblar və bunu da deyərkən onlar həmişə dəyərlər formalaşdırırlar. O dəyərlər ki, onlar o dəyərlərin əsasında o xalq, o millət, o cəmiyyət yaşayıb. Biz o dəyərlər əsasında formalaşmışıq. Dəyərlərin nə olduğunu bilən insanlar o dəyərlərlə böyüyüblər. Böyüyün kiçik yerini bilən, qeyrətin yerini bilən, namusun yerini bilən, bu dəyərləri bilən insanlar, onlar o dəyərləri öyrəniblər, o dəyərlərdən yaşayıb və o dəyərləri də bizə tarixdən, əsrlərdən gətirən insanlardan biri və birincisi bəlkə də olub həmin aşıqlar. Aşıqlarımızı yaşadacaq dəyərlər var. Bundan əvvəl bir layihə işlədim. Qərbi Azərbaycanda bəlkə də Səlahiyyət xanımın yadından sizin də yazdıqlarından bağlı. Biz ermənilərin məqsədlərindən, gələcək nəsillər keçmişdə olan bizim oğlumuz, qızımız praktika deyirlər, qeydiyyatını onu öldürə bilirlər, heç bu bizimdir. Və iş orasındadır ki, yəni qarşı tərəf, ermənilər bilirlər ki, bu belədir, bu həqiqətdir. Bu artıq sübut olunub ki, onlar burada kəndlərin çoxundan, belə deyək, orada Azərbaycanlı bir dəqiqə yaşamır. Amma nə qədər Azərbaycanlı oradan köçürüblərsə də, onlar bizim yaşadığımız kəndlərin çoxunda yaşamırlar. Kəndlərin çoxu boşdur, çoxu belə, nətər deyim, ağzı günə qalır. Niyə yaşaya bilirlər? Çünki onlarda o, nətər deyim, say yoxdur, kör rahat olursunlar. İkincisi də ki, onlarda o ruh yoxdur. Çünki bizi o kəndlərdə yaşadan o ruh idi, o saz idi, o sözü idi, o mühit idi. Biz sevirik o mühiti. Bizim genimizdə var, bizim qanımızda var o mühit. O mühiti biz sevirik.
Burada Sənan Namazov. Siz aşıq üzrə. İlk olaraq mənə burada söz verdiyi üçün təşəkkürümü bildirirəm. Bunu deyim ki, aşıq sənəti özü bir orkestrdir. Dahi bəstəkarımız Üzeyir Hacıbəyli araşdırmalar nəticəsində müşahidəsi bir olub ki, aşıq sənətində olan saz aləti bir çox musiqi alətlərinə fərqlənir. Niyə? Çünki bunun hər bir simi, saz alətinin hər bir simi ayrı bir not səsidir. Ona görə də buna orkestr deyilir. Aşıq sənəti nəinki Azərbaycanda, Azərbaycanın bəlkə də müəllimimiz dediyi kimi cənubi, yəni bu dəqiqə İran torpaqları altında olan, orada daha, necə deyim, daha şirinliyi var. Sırf orada yox, qərb zonalarımızda, şərq zonalarımızda, hər bir zonalarımızda aşıq sənəti ayrı bir 25 havadan ibarət ifalarımız var. Bunu da deyim ki, aşıq sənəti milli və mədəniyyət ənənələrimizi qoruyan bir sənətdir. Aşıq sənəti, onu deyim ki, heç vaxt, necə deyim, köhnədə qalan bir sənət deyil və indiki gənclərimizə mən onu tövsiyə görə bilərəm ki, çalışın klassik üzrə bu sənəti öyrənin. Çünki klassik üzrə öyrənən bir insan nəinki müasir, həm də keçmişi də özündən bərabər aparır. Çox sağ olun. Çox sağ olun, təşəkkür edirəm. Mən bir məsələni deyim. İndi burada çarxda vurgulandı ki, aşıq sənəti biz oradan departasiya edəndən sonra aşıq sənəti, yəni Göyçə aşıq sənəti bir o qədər olduğu kimi deyil də, yəni çox zəifləyib. Amma nə qədər zəifləsə də yenə də yaşayır. Qardaşımın da dediyi kimi, yəni yenə də yaşayır. Aşıq, yəni Göyçə aşıq sənətinin nümayəndələri, bugünkü nümayəndələri var ki, onlar bugün mən şəxsən tanıyıram, bəzi Avropa ölkələrində var. Cənubi Azərbaycanda çoxdur və Cənubi Azərbaycanda mən hissə onu da deyim, mən onlarla üzləşmişəm. O insanlar deyirlər ki, Cənubi Azərbaycanda aşıq sənətinin bugün mövcud olmasının səbəbi Göyçə aşıq sənəti, Aşıq Ələsgərin onlara yaradıcılığı, yəni onlara götürdüyü yaradıcılıq və ümumiyyətlə Azərbaycan, yəni söhbət Şimali Azərbaycandan gedir. Şimali Azərbaycanda mövcud olan aşıq sənətidir. Yəni, düşünməyək ki, biz o qədər də zəifik. Yəni, bizim balaca olsaq da mədəni cəhətdən, sonra aşıq sözü və müdrikliyi baxımından kifayət qədər böyük və güclü təsirimiz var və o insanlar necə deyim, bu dəqiqə Azərbaycanı xarici ölkələrdə təmsil edirlər. Mən həm də bir məsələ vurgulamaq istəyirəm. Biz burada bu peşə təhsil mərkəzinin adı mədəniyyət və sənətkarlıq üzrədir. Burada təbii ki, indi adından da göründüyü kimi siz burada mədəniyyətlə məşğulsunuz və sənətkarlıqla məşğulsunuz. Bir, yəni, sabahları siz bu sahədə Azərbaycanı, ölkəmizi təmsil edəcəksiniz. Hansısa icmalarda, hansısa cəmiyyətlərdə, hansısa kimsə ola bilər ki, artıq elə bir status olsun ki, Azərbaycanı bu sahədə təmsil etsin. Amma siz nə qədər də yəni bu günləri həmişə yadınızda saxlamalısınız. Nəyə görə? Çünki aşıq sənəti bizim üzəyimizdədir. Bunu biz hiss etməyə bilərik. Bu bizim təkdə şuurumuzdadır. Bu
özümüz də bilmədən bizi idarə edən bir sənətdir, bir yaradıcılıqdır, bir dəyərdir. Aşıq sənətinə bu cür baxmaq lazımdır. O cür baxmaq lazımdır ki, yəni bu sadəcə bir nəfər çıxdı, orada əlində bir sazı götürdü, ifa etdi və danışdı və söz dedi, şeir dedi, oynadı, durdu, çıxdı, getdi, yox, belə deyil. Onun hər bir sözündə bir dəyər var. Aşıqlar da illahdır ki, Göyçə o aşıq sənətinin nümayəndələri elə olurlar ki, onlar həmişə öz yaşadıkları cəmiyyətlərdə statusca hamıdan üstün olurlar və onları da o cür qəbul ediblər, onlara o cür yanaşıblar. Nəyə görə? Çünki həmişə onların sözləri üstün olur, onların sözləri müdrik olur, onların sözləri həqiqəti deyil. Bu cəhətdən, bu baxımdan siz də sabahları ölkəmizi təmsil edəndə, mədəniyyətimizi təmsil edəndə, Azərbaycan deyib, Azərbaycan mədəniyyəti deyib, hansı tədbirdə, kimlərlə siz danışanda, neyniyəndə, siz bilin ki, bu sənətin, sizin arxanızda dayanan bu qüdrətli laylardan birinin adı aşıq sənətidir, o cümlədən də Göyçə aşıq sənətidir. Mən indi auditoriyaya müraciət eləmək istəyirəm. Mən bilmək istəyirəm ki, buradakı uşaqlara necə təsir edər. Onlar şarxa da baxdılar. Ümumiyyətlə, Göyçə aşıq sənəti ilə bağlı nəsə demək istəyən varsa da buyursun, desin. Biz tədbirimizi bununla yekunlaşdırırıq. Çox sağ olun, təşəkkür edirəm sizin hamınıza. Mən bir daha Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Təhsil Peşə Məktəbinin mərkəzini rəhbərliyinə öz təşəkkürümü bildirirəm. Çox sağ olun. Biz həmişə bizim əlimizdə, ümumiyyətlə Pərviz müəllimdir, Müşfiq müəllimdir, Zahir müəllimdir, Elşən müəllimdir. Bunlar həmişə necə deyərlər, mədəniyyət məsələlərində, bizim bu işlərdə həmişə bizim təşəbbüslərimizə necə deyim, dəstək olurlar. Çox sağ olun, buna görə təşəkkür edirəm. Sağ olun.